1 il 4 ay öncə almışam, amma bir dəfə belə olsun geyinib çölə çıxmamışam. Ona görə düşündüm ki, əgər geyinib çölə çıxmıramsa, ən azından bir kombi videosu çəkim. Deməli, birinci düşündüm ki, qara rəngdə şalvarımı geyinim. Sonra düşündüm ki, onun altına yaraşmayacaq. Ona görə mən ən yaxşısı açıq mavi rəngdə bir şalvar geyinim. Şalvarım da budur. Düşünürəm ki, üstünə bayağı uyumlu olacaq. İndi siz gözləyirsiniz, mən isə geyinib gəlirəm. Baxın, oldu. Hətta sizə bir şey deyim, günəş vurur deyə bunun rəngi olduğundan daha da canlı görünür. Amma məncə təxmin edərsiniz ki, mən bunu arxadan bağladım, çünki çox boş idi. Ona görə məncə arxadan bağlamaq yaxşı oldu. Ən sevdiyim rəngdə paltar geyinmək mənə çox yaxşı hiss elətdirdi şu an. Amma mən düşünürəm ki, bu kombinə ağ rəngdə bir çanta da yaraşar. Çünki baxın, üstümdə ağ rəngdə belə xətlər də var. Həm də ki, ağ rəng mavi rənglə yaraşır deyə məncə uyğunlaşacaq. İndi nə edirəm? İndi sizə kiçik bir fashion show eləyirəm. Baxın.